Yaxşı, tuvaletin qapısı niyə yoxdur? Onda qızlar tuvaletin qapısı yoxdur. Deyirlər ki, oğlanlar qızlara baxırlar, qızlar ayaq yolunda olanda. Belə deyək, sizin narahat edən nə mövzu varsa, bununla bağlı təhsil idarəsinə müraciət edin. Məktəbdə ayaq yolunda qapı yoxdur. Bunu mən təhsil idarəsinə deyim. 179 sayılı orta məktəbdə oğlanların ayaq yolusunda tavan yoxdur, ara kəsmələr yoxdur. Qızların ayaq yolusunda isə qapılar yoxdur. Bundan əlavə ayaq yollarında su da gəlmir və natəmizlik baş alıb gedir və bu məsələ ilə bağlı məktəb direktoru heç bir tədbir görmür. Salam. Xanım, bizə şikayət daxil olub. Gözləyim, mən məktəb direktoruna dayanmaq istəyirəm. Mən sizə deyim, məlumat sizə verin də. Yaxşı, tuvaletin qapısı niyə yoxdur? Onda qızlar tuvaletin qapısı yoxdur. Deyirlər ki, oğlanlar qızlara baxırlar, qızlar ayaq yolunda olanda. Ayaq yolunun niyə qapısı yoxdur? Buyurun müəllimə, buyurun. Qızlar ayaq yolusunun niyə qapısı yoxdur? Buyurun xanım. Var axı, necə yoxdur? Uşaqların özündən soruşmuşam, ayaq yolunda qapı yoxdur. Neçə dənə ayaq yolu var, neçəsində qapı yoxdur? Hər mərtəbədə 2 dənə ayaq yolu var. Bəs qapı neçə dənəsində yoxdur? Hamısında yoxdur. Heç birində yoxdur. Ayaq yolu hər tərəflər qırıqdır, hər tərəfə söyüş zad yazılar, bütün qapılar. Ayaqında su zad da gəlmir, düzgün gəlmir heç bir. O cür pisdir də yəni. Həm deyil. Bəs oğlanların ayaq yolunda tavan yoxdur, düz deyirlər. Bəli, ikinci mərtəbə heç yoxdur tavan. Qırıblar. Hamısı qırıqdır, 11-lər qırıqlar. Bunlar yoxdur. Oğlanların ayaq yolusunda isə ayaq yolunun tavanı yoxdur. Bununla bağlı direktorla danışmaq istədiyi Həqiqət xanım isə bununla bağlı gedin təhsil idarəsinə müraciət eləyin deyib bizi yola saldı. Məktəbə daxil olmağa belə icazə vermədilər. Gördüyünüz kimi gəldilər, qapını bağladılar, açardan getdilər. Direktor da gizləndi. Məktəbin direktoru olaraq bəs uşaqlara görə, xüsusən də qız uşaqlarına görə məsuliyyəti kim daşıyır? Çox maraqlıdır.